Bugün Berlində İran İslam Cumhuriyyətinə qarşı etirazlara bir yeni səhifə artırdı. Bir qalın və bir uzun səhifə, geniş bir etiraz artırdı. İstər istəməz bugünkü etirazlar Alman devlətinin siyasətlərinə, İran devlətinə qarşı etkili və təsirli olacaqdır. Bu geniş etirazi bir eylem, etkili bir eylem. Berlinin bugünkü etirazlarında Azərbaycan Türk aktivistləri meydandaydılar. Bayraqları ilə iştirak etdilər və Azərbaycanın və Türklərin varlığını bu etirazlarda göstərdilər. Əlbəttə ki, bu iştirakın geniş və ya zəif olması analizə layiq bir faktordur. Oturub onun illətlərin, onun səbəblərin niyə belə durumdayıq deyə danışmaq lazımdır. Amma bugün Azərbaycan və Türk xalqı Berlin etirazında bir varlıq göstərdi. Və bugünkü etirazlarda bizim aktivistlərimizin iştirakı siyasət meydanında oldular. Və geniş vasitədə etkili bir siyasət meydanında olmanın hissini yaşadılar. Təəssüflər olsun ki, Türk xalqının görüntüsü bu etirazlarda arzu elədiyimiz kimi deyil. Həqiqət budur ki, bugünkü Berlinin etirazlarında %40 iştirakçılar Türk aktivistlərinin bayraqlarının altında durmalı və onların bayraqlarını daşımalıydilər. Amma gerçək belə değildir. Bu acı bir gerçəkdir. Bu acı gerçəklə qarşılaşmamız lazımdır. Səbəblərini tapmağımız lazımdır. Onlara analiz koymaq lazımdır və önə qarşı hərəkət etməliyik. Bugün bu etirazlarda İran siyasətlərində federal platformuna inanan aktivistlər daha gecüzə iştirak etdilər. Azərbaycanın milli demokratik hərəkatını görüntülədilər. 10.000 nəfərlərlə insan Azərbaycan aktivistlərini və onların bayraqlarının görməsinin şansını tapdılar. Böyük bir hərəkət oldu. Hətta böyük bir addım oldu. Məncə aktivistlər üçün yeni bir başlanğıcdır. Biz harda durmuşuq? Siyasi gücümüz nə qədərdir? Nə qədər bu xalqın gücünə artırılmalıdır ki, eləyə bilsin İran siyasi dəyişikliyində haqqını əldə edə bilsin. Hər halda olmamız varoluşumuzu göstərir. Olmasaydıqsa yoxuq deməkdir. Bugün bir dostumuz mənə xəbər verdi. Tanınmış xanəndələrimizin biri deyir ki, əgər türklər bu etirazlarda iştirak eləmirsələrsə, qınamayalım onları. Diqqət edin. Qınamayalım onları. Yəni ümumiyyətlə bu etirazlarda türklərin etiraz sahəsində olmasını istəmir. Belə aktivistlərimiz var. Bunlar Farslara aid bir hərəkət. Orada Kürtlər vardılar. Kürtlər olan yerdə biz olmamalıyıq deyənlər vardır. Amma sonuç nədir? Azərbaycan və Türk aktivistlərinin içində hər nə vasitə ilə menninən ya aydınca deyirlər ki, iştirak eləməməliyik. Əmələn İran İslam Cumhuriyeti'nin yanında dururlar. Əmələn Vizarət İttilatın siyasətlərinin çərçivəsində əməl edirlər. Keçmişdə də bu siyasət var idi. Buna parmaq koymalıyam, deməliyəm. Sukut etməliyik deyirdilər. Baxın, Azərbaycanın bugün sahibi var. İşgalçılar bugün Azərbaycanın sahibidirlər. Çünki Azərbaycan onların əlində. Azərbaycan həqiqi xalqın əlində deyil. Hər bir addım, hər bir şüar, hər bir səs, hər bir yumruq ki bu rejimin əleyhinə qaldırılır, işgalçıları Azərbaycandan eşiyə atılması üçündür. Azərbaycanda istibdadla və işgalçı ilə mücadilə eləmək deməkdir. Hər kim qatılmayalım deyirsə, işgalçının və o istibdadın yanında durur. Çünki bugün Azərbaycan onun kontrolunda. Azərbaycanın sahibi Azərbaycan xalqı deyil. Elə buna görə də qatılmayalım deyənlər, sukut edelim deyənlər və ya mın eləməklə iştirak eləməyənləri qınamayalım deyənlər İranın Vizarət İttilatın pullu ya pulsuz nökərləridirlər. Heç fərq eləməz. Cəhl üzündən qatılmamanı tövsiyə edirsənsə və ya bilə-bilə məmursansa, qatılmayalım deyirsən, hər halda İran İslam Cumhuriyyətinə xidmət edirsən. Azərbaycanın işgalçılarının yanında durursan. Azərbaycan xalqına qarşı istibdadın gücünün yanında durursan. Bunu uca hər kəsə deməliyik. Hər kəs harda durubsa bilməlidir. Bilmirsə biz onu uca səslə deyib bildirməliyik. Yine bugün Berlində olan etiraz və yürüyüşə geri qeydəlim və Azərbaycan və Türk aktivistlərinin orada iştirakını həqiqətən təbrik edelim. Azərbaycan təşkilatlarının bayrağını qaldıranlara yaşasın diyelim
və Milli Demokratik Hərəkata aid bilən insanların orada iştirak eləməsini təbrik edəlim. Bugün Azərbaycan Türk aktivistləri böyük bir addım attılar. Böyük bir hərəkət etdilər. Bu hərəkata yeni bir qapı açdılar. İranda gedən İslam Cumhuriyyətinə qarşı geniş etirazlara qatılmağa yeni qapı açdılar. Biz meydanda olmalıyıq. Varlığımızı göstərməliyik. Bu meydanda olmaqla başqaları bizi, bizim bayraqlarımızı, simgələrimizi görməlidirlər. Bizi tanımalıdırlar. Bizim varlığımızın olmasını bilməlidirlər. Görməsələr yoxuq deyə, görsələr varıq deyə düşünməyimiz lazımdır. Bugün Berlin etirazında Azərbaycan Türk aktivistlərinin iştirakı ilə bu iş oldu. Bu addım atıldı. Hərəkatımızın gedişatında qatılımcı olmalıyıq. Varlığımızı göstərməliyik. Bayrağımızı qaldırmalıyıq və bu vasitə ilə mücadiləni önə sürməliyik. Bu vasitə ilə həqiqətən bugün tək-tək Azərbaycan Türk aktivistlərinə ki Berlin yürüşündə iştirak etdilər, hamısına eşq olsun deyirəm. Yaşasın Azərbaycan və eyni halda İranda yaşayan xalqların birgə mübarizəsinin dayanışmasına da eşq olsun.